Olduğu kimi danış, çıx get. Yaxşı onda. Mən sənə hər şeyi danışsam, onda buraxarsan məni. Danış. Bax, qardaş, sən evdən çıxan kimi arvadım mənə zəng vurur ki, gəl evdə təkəm. Mən də qardaş gəlirəm. Otururuq, yiyirik, içirik, səhərə qədər şellənirik. Sən o aldığın viskilər, şokoladlar var, sən gedəndən sonra bir dənə bəhbəhlə oturub onları yeyib içirik. Gəl görəsən. Ayıl da bir evimlə maraqlan gör, nədir, nədir? Nə vaxta ki mən buraya gəlib gedəcəm, ha? Danışdım, görsən hamısını danışım sənə. Deməli, nəzik siqaretləri mənim arvadım çəkir, hə? Ara, sən yatmışsan fil qulağındayım. Nazik siqaretləri çəkir nədir? O nazik siqaretləri sənin arvadınla ikimiz çəkirdi. Yeyib səndən sonra başqa ləzzəti var da siqaret çəkməyin. Hala mən bir dəfə dedim ki arvadıma. Dedim, bu kişiyə niyə xəyanət etsin? Dedi, hala kül olun kişi başına. Ha, ona heç nədən xəbəri yoxdur. Ona da biz də rahat gəlirik, gedirik, orada şirləndirik də özümüzsün də. Bax, hər şey danışdım, qurban olun, nə olur, bırax gedin də. Hə, gedirsən, hə? Hə? Hə, bizə də qardaş, bax, görün hər şey danışdım. Hə, get. Hə? Sənin şu qapında lüt tutmuşam, mən səni... Ara, bıraxam, hə? Yuh!